Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Demək, Biləcəri, Binəqədi yolun üstündə, Biləcərə yaxın ərazidə 92, 91, 170, 41 nömrəli marşrutdan 4 dənə marşrutun yaxınlığından, yoldan, marşrutdan 20-30 metr məsafədə 3.2 sotun içində 125 kvadratlıq bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətində videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərdə çatdırılan bu evi şəxsi inşa eləmiş bir evdir. Ev sahibi özünə şəxsi inşa elətdirib. Evin içində müəyyən xərclər qalıb, həyətində biraz xərclər var. İndi ətraflı sizə məlumatlar sizə göstərəcəm. Demək, nəzərdə çatdırılan bu ev mida binalara yaxın ərazidə yerləşir. Görürsünüz, burada da gələcək lap yaxşı olacaq. Burada şəhər bəlkə də gələcək metroda salınacaq yeri, gözəl olacaq, abadlaşdırma işləri gediləcək. Bu ərazilərdə bunu da nəzərdə çatdırım, hörmətli izləyicilər. Yola yaxın ərazidə yerləşir. Yoldan, yenə də deyirəm, 20-30 metr məsafədə. Bura həyət yanı sahəsində bir sotdan çox həyəti var. Arxasında da keçmə yeri var, arxasında da yeri var, boş yeri var. Həyət yanı sahəsi gördüyünüz kimi, burada istəyiz bir şərait yarada bilərsiniz. Qiymətdə sonda sizə deyəcəm, ev haqqında məlumatınız olsun, sonra nə istəsəniz, yəni başdakı nömrə ilə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Buradan daxil oluruq evin içinə. Həyət yanı sahəni bir dənə də buradan çəkirəm, gördüyünüz kimi, həyət yanı sahəsi geniş, əlverişli, ürək açan. Evin içinin laminatları vurulub. Dəhlizin eni 3 metrdən çoxdur. Gördüyünüz kimi tavanlar işlənir. Burada aboylar qalıb, hörmətli izləyicilər. Elə bir işlər qalmayıb. Demək, burada sağ tərəfdə sanuzeldir. Gördüyünüz kimi sanuzel səssazı təmirlidir. Evin elə bir aboyları, bir də çölünə xərc lazımdır. Yolu da çox gözəl, yola da yaxın. Qapıları təmiz taxta qapılardır. Bura, hörmətli izləyicilər, 25 kvadrat, 5-in 5-ə bir demək, qonaq otağıdır. Gördüyünüz kimi. Tavanlar hamısı əl işlərdə, bunu nəzərdə çatdırın. Burada da yenə 5-in 6-ya. Yəni, hansının eləsəz bir dənə burada bir zala çevirə bilərsiniz. Otaqların üstəzik kimi birinci zala, otaq da geniş, gördüyünüz kimi əlverişli, ürək açan. Bir yataq otağı da buradadır. Nəzərinizə çatdırım, hörmətli izləyicilər. Kombi sistemləri zaten hamısı çəkilib, yəni burada sadəcə alandan özü kombi qoyacaq. Bunun altını da istipol eləmək mümkündür, yəni altı beton styaşka verilib, bütün otaqların hamısı. Bura mətbəxdir, mətbəxə də gördüyünüz kimi, indi bizi üçün biraz balaca da olsa, yəni bunu da açıb böyütmək olar. Dəhliz görürsünüz 3 metrdir, yəni onu çəkmək mümkündür bəyəri. Yəni, elə bir ciddi problem yoxdur, hörmətli izləyicilər. Biraz artırmaq olar, genişləndirmək də olar. Yəni, nə qədər istəsiniz, genişli, yəni enin uzatmaq olar. Dəhliz çünki 3 metrdir yenə. Gördüyünüz kimi, hörmətli izləyicilər, nə varsa hamısını təqdimatda sizə göstərdim. Yəni, burada evin çox xərci yoxdur. 3.2 sotun içindədir, 125 kvadratlıq evdir. Evdə şəxsi inşa olmuş bir evdir. Sadəcə yaşayış olmayıb, təmir olub qalır. İndi müəyyən səbəblərə görə satışa çıxardıblar. Kimlər evini satmaq istəyirsə 055-389-3808 nömrəsi ilə əlaqə saxlayın, evlərin satılmanı köməklik göstərə bilərik. YouTube-da, Instagramda, TikTokda Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər kodlaşdırılıb. Zəng vuran zaman kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Bu evin də start qiyməti 75 min start qiymətdir. Real arzu olsa endirim olmağına birbaşa sahibi ilə danışacaqsınız. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.